Mənzildə elektrik işıq sıvaqdan əvvəl və ya sonra daha hansı yaxşıdır? Gəlin bunu müzakirə edək. Əgər elektrik işığı sıvaqdan əvvəl olunubsa, o zaman divarlarda sallanan kabellər çox səliqəsiz və sıvaqçının işini çətinləşdirir. Çünki sıvaqçı mayaq qurub profili çəkəndə düz çəkə bilmir. Divar əyri qala bilər. Profili çəkən zamanda həmin sallanan kabeli zədələyə bilər. Kabellərin çıxışlarında dəqiq razmerə gətirmək olmur. Bunları nəzərə alaraq elektrik işinə sıvaqdan sonra üstünlük verirəm. Burada da gördüyünüz kimi divara düşən kabelləri qaldırmışam və gözləyirəm ki, sıvaqçı öz işini bitirsin. Ondan sonra isə səliqəli şəkildə ştrabarezlə divarlar kəsiləcək və həmin kabellər korobkaya düşəcək. Siz bu barədə nə düşünürsünüz? Şərhlərdə yazın, maraqlıdır.